Nuh aleyhissalam oldu. Nuh aleyhissalam qövmünü şirk üzərində gördü. Onlar öz babalarının, öz atalarının şəkillərinə və heykəllərinə ibadət edirdilər. Onların qabağında əyilirdilər və onlara təzim edirdilər. Və bu o dərəcəyə çatdı ki, Allah Teala Peyğəmbər göndərdi Nuhu. Və göndərdi ki, qövmünü gecə və gündüz 950 il Tohidə çağırsın. Tək Allaha çağırsın. Görün, tohid necə əzəmətli bir əməl, necə əzəmətli bir şeydir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim ölərsə, səmalar qədər, yerlər qədər günahla Rəbbinin qabağına çıxsa, lakin la ilahə illallah kəlməsini sidqlə deyibsə, təmiz qəlblə, ürəklə Allah Teala onun günahlarını bağışlayacaq. Bu əzəmətli kəlmənin dəvətçiləri həm əzəmətli vaxt sərf ediblər, həm özləri də əzəmətli olublar. Peyğəmbərlər, ən əzəmətli insanlar. Və Nuh aleyhissalam gecə və gündüz qövmünü çağırdı. Qövmünü dəvət elədi və qövmünün az bir qismi, yəni bir gəmi tutacaq qədər ona iman etdi. Bu dəlildir ki, haqqı az adam qəbul edir. Haqqı az adam sevir və az adam istəyir. Və Allah Teala artıq gördü ki, onlar qəbul etmək istəmirlər. Allah Teala onlara tufan göndərdi. Və əmr etdi Nuh'a ki, Nuh gəmi düzəltsin. Və Nuh aleyhissalam gəmi düzəltdi. Allah Teala buyurdu ki, iman edənləri yığ ora. Və Nuh aleyhissalam iman edənləri ora yığdı, qalanları batdı, suya qərq oldu. Allah Teala gəmidəkilərə nicat verdi. Və bu dəlildir ki, tövhidi tutmayanlar, tövhiddən uzaq düşənlər əzaba məhkumdular.